Sizi and verirəm Allaha, aranızda məndən başqa bir şəxs varmı ki, Peyğəmbər Qədir Xum günü onun haqqında mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır. İlahi, Əlini sevəni sev, ona düşmən olanla düşmən ol, ona kömək edənə kömək, onu xar edəni xar et deyə buyurmuş olsun. Dediklərin tamamilə haqq deyəli. Vallahi bunlar hamısı yalnız sənə məxsusdur. Resul Allah'tan dəfələrlə eşitməmsiz ki buyurub, Ya Əli, sənin mənə olan nisbətin Harunun Musaya olan nisbəti kimidir. Bircə fərqlə ki, məndən sonra heç vaxt Peyğəmbər olmayacaq. Sənin dediklərinə bizim qətiyyən şübhəmiz yoxdur. Allah da şahiddir ki, saydığım bu üstünlüklər heç fəzilətlərimin mində biri deyil. Bundan belə siz başqa bir yol tutur, ona can atırsınız. Mən Allaha bir də Peyğəmbərə xatir səbr eləyəcəm.